Allahın qəzəbini gətirməyəcək, qəzəbinə səbəb olmayacaq əməllər üzərində istifadə etməsidir. Allah Taalaya bu nemətlərin qarşılığı olaraq, şükür olaraq insanın üzərinə düşən nədir? Yəni bəxş olunan insana dil, göz neməti, insan bunun şükrünü necə verə bilər? O zaman bu şükrü verə bilər ki, Allahın ona bəxş etdiyi dili Allahın qəzəbinə gətirməyəcək əməllərdə istifadə etməsin. Və həmçinin eləcə də Allaha ibadət və itaat üzərində istifadə etsin. Və bu onun nemətidir. Və bu nemətin qarşılığı olaraq şükürdür. Yəni bu cür, necə ki alimlər qeyd edirlər ki, insan ona verilən o dil nemətini, ona verilən o göz nemətini necə şükrünü ödəyə bilər? O zaman ödəyə bilər ki, Allaha ibadət və itaat üzərində istifadə etsin o nemətləri. Və bu zaman deyir, o həmin nemətlərin şükrünü ödəyə bilər. Fikir verin, əziz qardaşlar. Yəni insan dilini qoruduğu təqdirdə, gözünü qoruduğu təqdirdə Allah Taala ona dünyada və axirətdə bir çox xeyirlər nəsib edəcək, müvəffəq edəcək. Və o deməli faydalardan, o nemətlərdən biri də odur ki, əgər insan dilini düzgün istiqamətdə, düzgün yolda, düzgün şəkildə istifadə edərsə və həmçinin səbəbdir ki, bütün əzalar salamat qalsın. Və bu da onun faydalarından. Əgər insan öz dilini qoruyarsa, dilini himayə edərsə, bütün şər olan, fitnə olan və günahlara səbəb olan hər bir şeydən dilini qoruyarsa, bu onun bütün əzaları üçün xeyirdir. Və əzalarını qorumuş olur, bütün əza üzvlərini. Əksi halda, əgər insan dilini qorumadığı təqdirdə, o zaman bütün əzalara mənfi təsir göstərir. Fikir verin, deməli İmam Tirmizinin rəvayət etdiyi bir hədis var. Əbu Səid Əl-Xudrinin rəvayət etdiyi hədisdir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, deyir ki, Adəm övladı sabahladığı zaman bütün əzaların hamısı dilə yönəlir. Sanki dilin qarşısında dilə tabi olaraq ona yönəlir və deyir ki, bizə görə Allahdan qorx və biz səninlə ayaqdayıq. Əgər sən düzgün istiqamət üzərində olarsansa, doğru olarsansa, biz də o zaman doğru olarıq. Yox, əgər sən əyilərsənsə, yəni doğru istiqamətdən çevrilərsənsə, o zaman biz də sənə görə əyilərik. Yəni həmin o doğru istiqamətdən çevrilmiş olaraq. Ona görə insan dilini nə qədər qoruduğu təqdirdə qorumuş olarsa, bütün əzalarına, bütün orqanlarına təsir edər.